Hekayə qutusu layihəsi möhtəşəm layihədir. Mən deyərdim ki, Azərbaycanda yəni gördüyüm layihələrdə ən uğurlusu, ən gözəlidir. Çox bəyənirəm, həqiqətən çox bəyənirəm. Və bəyəndiyimə görə də bu layihəyə mən razılıq verdim. Yoxsa ki, ailəvi olaraq, yəni öz sirləri hər layihəyə danışılası deyil. Yəni tematik olaraq. Və layihənin quruluşu, layihənin zövqü məni çox qane elədi. Çox gözəldir. Və bir də layihənin samballığı. Afərin sizə. Yəni ona görə mən sizə həmişə diqqətlə istəyirəm. Və o layihədə çatışmayan heç nə yoxdur. Mənim o, yəni hər bir xırda detal orada nəzərə alınmağına görə çox xoşum gəlir. Yenə də çox sağ olun. Bunu mən dönə-dönə hamıya tövsiyə edirəm. Hər bir iş adamı olaraq, yəni sahibkar olaraq necə qalxdığını, necə düzənə gəldiyini mütləq şəkildə istəyir saxlamamalıdır. Ətrafla bölüşməlidir. Necə ki, hekayə qutusu layihəsi də bunun üzərində quruldu. İnşallah ki, biz də bölüşə bildik bu uğurlu alanda. Bəli. Hekayə qutusunda, yəni biz özümüzü orada kəşf elədik və yəni insanlar tərəfindən bəyəndiyimizi gördük. O da sizin sayənizdə çox sağ olun ona görə də həqiqətən də. Bizə məsələn hekayə qutusundan da yəni oradakı biz çıxışımızdan sonra bizə gələn adamlar, biz sizi görmüşük hekayə qutusunda, siz belə danışırdınız, sizin səmimiyyətinizə inanmışıq. Yəni həqiqətən də orada sizin yanaşmamız, həm də bizim də olan kimi hər şey səmimi etrafımız elə bir insanlarda daha da çox sevgi yaratdı və bizim üçün də bu xoş oldu. Həqiqətən də biz insanların inamını qazanmamıza görə çox şadıq. Həmişə də bunun üzərində çalışırıq ki, yəni bizə həqiqətən də inansınlar, güvənsinlər və həmin o inamı da güvəni də itirməyək heç bir zaman. İnşallah. Yəni həqiqətən sizin bu layihəniz ona necə deyim, üzə çıxartdı, kəşf elədi deyək. Həqiqətən də. Hər bir insanın iş adamı deyək olsun, indi standart insanlarda da var. Hər bir iş adamının həyatında eniş-yoxuş var. Mütləq şəkildə eniş-yoxuş var. Və o eniş-yoxuşu ağlamadan, sızıldanmadan örnək olaraq ətrafa bölüşməlisən. Hekayə qutusu da buna olaraq çox gözəl layihədir. Ancaq sizə bravo. Ancaq sizə alqışlayıram. Çox sağ olun. Çox sağ olun ki, bunu razı olsun. Həqiqətən də bundan da böyük layihələrə addım atasınız inşallah. Yəni böyük layihələr ərsəyə gətirəsiniz və insanları maarifləndirəsiniz və necə deyim, əziyyət çəkənləri, hansısa bir iş quranları onları daha da yəni ki tanıdasınız bizim millətə. Çox sağ olun.